Qərbi Azərbaycanlıların real həyat hekayələrinin məcmuəsi. Son tarixi mənbələr təbliğata qarşı. Azərbaycan Respublikası Gənclər Fondu. Mühasib Gülxanım Xudaverdiyeva Mahmud qızı. Gülxanım xanım, xoş gəlmişsiniz. Biraz zəhmət olun sözünüz haqqında qısa məlumat verərdiniz, sizi tanıyaq. Basarkeçər rayonunun Güney kəndində 1968-ci il dekabrın 1-də anadan olmuşam. Orta təhsilliyəm, 10-cu sınıfı bitirmişəm. Yəni belə ali təhsilim yoxdur, orta təhsilliyəm. Çox gözəl. Demək ki, Gülxanım xanım, siz Basarkeçər rayonunun dediyiniz kimi Güney kəndində anadan olmuşsunuz. Siz məktəbi Basarkeçər rayonunun Güney kəndində bitirmişsiniz və 1-ci sinifə neçənci ildə təqribən daxil olmuşsunuz və məktəbi bitirmişsiniz və o ərəfələrdə siz hansı işlərlə məşğul olmuşsunuz? Məhəllədə yəni işlənibdi, valideynlərimlə birlikdə belə yəni çölə getməmişəm. Düzdür, tütüncülük idi, kolxoz idi, kolxoz devri idi. Bacılarım gedirdi. Yəni mən evdə olmuşam, az yaşlı olduğum üçün evdə qalmışam və yaxud anama kömək eləmişəm. Sizə uşaqlıq xatirələrinizdə ən yadda qalan hansı hadisəni xatırlaya bilərsiniz? Ən xatırladığım, yəni orta məktəbi qurtardığım illər, son zənglərimiz olub. Sinif yoldaşlarımla yəni belə olmuşuq da. Axırıncı il olduğu üçün, yəni o illəri lap gözəl xatırlayaram. Çox istəyərsən də. Bir şey deyim sizə, ailənizlə demək orada yaşadığınız, indi neçə ildir siz burada Azərbaycanda yaşayırsınız? Sizin yaşadığınız həyat dövründə sizin xatirənizdə qalan ən gözəl anlar hansı anlardır? Buradakı yaşadığınız anlarınızdır, yoxsa orada Göyçədə? Göyçədə yaşadığım anlar çünki bacılarım, qardaşlarım, ailəm yəni daha gözəldir. Nəinki buradakı da. Yəni bacımdan, qardaşımdan ailə qurandan sonra hamı hərə ayrılıb bir evliyəsi olur. Ona görə də hərə bir evin sahibi olduğu üçün yəni aralı düşmüşük. Demək orada belə demək istəyirsiniz ki, valideynlərinizlə, bacı, qardaş hamının bir yerdə olmaq sizin üçün xoş idi. İndi tamam fərqli bir həyatdadır, hərənin başqa bir həyatı var. Siz 1988-ci ildə qədər ki, hadisələr, ermənilərlə həm qonşuluq əlaqəniz olub mu? Sizin kəndinizdə ermənilər var idi mi? Qonşu oldunuzmu? Xeyr, ancaq Azərbaycanlılar yaşayırdı, hamının öz qohum əqrabası, məsəl üçün toy eləyən, gəlin gətirən belə də. Yəni ermənilərlə qonşuluq əlaqəniz yox? Xeyr. Siz ermənilərlə necə münasibətdə olurdunuz? Ermənilərin sizin kəndinizdəki və sizin ailənizə, ətrafınızdakılara hansı münasibətləri göstərirdilər? Pis münasibət göstərirdilər. Yəni gedirdik rayon üçün alış-verişə. Orada heç kim mən heç nə demirdi. Yəni pis münasibətlərini görmədim. Görmədiniz. Xeyr. Siz özünüz görməmisiniz. Sizin ailənizdə atanız, ananız, kökünüz, nəsliniz ermənilərin Azərbaycanlılara qarşı törətdiyi qırğınlar və hadisələr haqqında sizə nəsə danışıbmı? Yəni o vaxta qədər, bu qaçqınlıq devirinə qədər biz heç nə görmədik. Yəni pis münasibətlərini də görmədik. Ancaq sonra gəldik burada, yəni erməni-müsəlman davası başladı. Bura gəldin sən başladı. Yoxsa sizin ailəniz, atanız, ananız, bacınız, qardaşınız, ailə üzvləriniz 88-ci ilin nə vaxtı oranı tərk elədiniz Güney kəndini? Güney kəndinin 88-ci ildə qış devirləri idi. Tarixi yadınızda deyil? Xeyr. Yadınızda deyil. Yəni amma qış ayları idi. Qış ayları idi. Səbəbini bilmədiniz nəyə görə məsələn insanları ermənilər deportasiya elədi, sizin əbədi əzəli torpaqlarınızdan qaçmağa məcbur elədilər. Belə bir şey səbəbini bilmədim nədəndir? Sumqayıt hadisəsindən sonra yəni ara qarışdı. Yəni
müharibə başladı. O ərəfədə yəni cəmaatı çıxartdılar, yəni bizə güllə atmadılar, başqa rayonlar kimi. Sadəcə cəmaatı ötürdülər ki, gedin, çıxın da, buranı tərk edin. Gələn gəldi, maşınla da gəldi, piyada gələnləri də oldu, Gədəbəyə aşanları da oldu. Malımız, dövlətimiz də, bütün hər şeyimiz qaldı orada. Yəni gələn canını gətirdi, gəldi, evlatlarını gətirdi. Eləsi oldu, heç veşini gətirə bilmədi. Yəni evini qoydu, çıxdı, heç evi nə satan oldu, nə eləyən oldu, elə bir evlatlarının, pullarının nəyi var idi, götürdü, çıxdı. Bura qayıtmaq istəyərdin. Görmək üçün gedərdim, belə yaşamaq üçün yox. Nəyə görə görmək üçün gedərdiniz, yaşamaq üçün? Doğulduğum torpaqdır ona görə, yəni belə gedərdim. Amma qalmaq üçün belə yenə müharibə başlayarsa, eləyərsə, yəni evlatlarım burada, özüm oraya gedə bilməm. Yəni qorxursunuz ki, təkrar bu hadisələr Yenə baş verir. Demək, o ermənilərə güvənmədiyiniz üçündür. Bəli. Sənin ətrafında məktəb müəllimlərinə və kimlərsə bu ermənilərin Azərbaycana qarşı həqranami sözlər, hər hansı bir şeylər eşitməmisiniz ki, məsələn, rayona gedəndə bizim gənclərlə, düzdür, siz qız uşağı idiniz, ona görə rayona yəqin ki, tək getmədiyiniz üçün belə hallarla rastlaşmamışdınız. Amma eşitmişdinizmi ki, kəndinizin cavan oğlanları rayona gedəndə nəsə orada dava düşür ya da hər hansı bir hadisə baş verir? Siz eşitməmişdiniz? Yox, eşitməmişdim. Siz oradan gələndə neçə yaşınız var idi? Mən oradan gələndə, hardasa bir 20-dən artıq olardı. 20 yaşınız vardı. Demək, hər şeyi dəqiq xatırlayırsınız. Siz 88-ci ildə ailə üzvləriniz bərabər gəldiniz, yoxsa öncə gəlmişdiniz? Öncə gəlmişdim. Sizin ailədə neçə uşaq var idi? 10, 5 qardaşım var, 5 də bacım. 5 bacı, 5 qardaş. Atam nə işlə məşğul idi, atanız, ananız? Valla, anam evdar qadın idi. Atamı da heç doğulandan 3 aylıq olandan itirmişəm, heç üzünü görməmişəm. Bəs qardaş bacılarınız demirdi, nə işlə məşğul? İşləyirdi, ambardar olub, yəni yaxşı adam olub, əl tutan olub. Belə dedin, amma sən görmədiyin üçün sadəcə xatirələrdə hiss edirsən. Xatirələrini, hə, deyiblər, o yaddaşımda yaxşı. Siz öz evinizi satmısınız, yoxsa mübadilə eləmişsiniz ya da... Evinizi orada ermənilərə satdınız, yoxsa eviniz elə qaldı, ya mübadilə elədiniz, ya nəsə Elə orada qaldı, nə sata bilmədilər, nə dəyişə bilmədilər. Adamlar var idi ki, ermənilər gəlirdi buradan, dəyişirdi evlərini və yaxud satın alırdılar, amma mənim valideynlərimiz elə olmadı bizdə, onlar ondan sonra qardaşlarım. hara köçdülər, ailəniz, hara gəldilər? Bakıda yaşayanlarım var, qardaşımın ikisi Bakıda yaşayır. Yox, 88-ci ildə gələndə atan, ana, yəni əsas atan, ana, ailə valideynlərinlə birgə hara gəldiniz? Elə bu kəndə gəldik, Dəyirmanlar kəndinə gəldik. Qardaşım biri getdi Şamaxıda, Şamaxıdan da Bakıya köçdü, böyük qardaşım. Amma o biri qardaşlarım bura gəldik, bu kəndə, Dəyirmanlar kəndinə gəldik. Demək ki, ailə ilə bu kəndə gəldiniz. Sonra Siz ora qayıtsaz yaşamaq üçün, desələr qayıt, yaşamaq üçün qayıtmazsan, xeyr, evladımı qoyub gedə bilməm. evlatlarla birgə desələr, Baxaram. baxaram. Çox sağ olun. Əlavə etməyiniz nəsə var mı? Əlavə edəcəyiniz bir suallarınız var mı? Əslində yoxdur, sadəcə hər bir hal üçün soruşmaq istərdim. Siz oradakı ermənilərin tərəfindən təşkil edilmiş qurumlar barədə nəsə eşitmisinizmi? Xeyr, eşitməmişəm. Nə zərbələrini eşitməmişəm, biz tərəfə qarşı, nə də elə bir təhqir edici sözlər eşitməmişəm. Çox sağ olun. Siz bu videonun internetdə paylaşılmasına icazə verirsinizmi?
Yo, yani videonu paylaşmak deyəndə YouTube kanalında paylaşmasından söhbət gedir. Yəni paylaşmasına icazə verirsiniz mi? Olsun. Çox sağ olun.